Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi salamlayıram. Yenə də həftəlik proqnozlarla sizin qarşınızdayıq. 19 may, 25 may aralığında gözlənilən həm astronomik göstəricilər, həm də bürclər üzrə proqnozlar astroloji baxımdan sizin hüzurunuzda olacaq. İlk öncə bildirim ki, bu həftə planetar dəyişiklik dönəmidir. Ayın 20-sində, mayın 20-sində axşam saat Bakı vaxtı ilə 22:42-də Günəş Boğa bürcünü tərk edib, əksilər bürcünə daxil olacaq. Boğa bürcündə nə qədər qapalı, müəmmalı, suallar doğuran olaylar vardısa, əkizlər bürcü dönəmində, yəni 30 günlük dönəmdə təxminən iyunun 20-sinə, 21-nə qədər açıq şəkildə olacaq. Qütblər öz tərəflərini açıq şəkildə bəyan edəcək. Demək olar ki, gizli bir hadisə, bir olay qalmayacaq. Hər şeyin nədən baş verdiyini anlayacaq. Çünki məsələn Trump yaxud Putin İstanbula niyə gəlmədi, o müəmmalı qaldı. Burada hansı oyunlar gedir. Amma əkizlər bürcü dönəmində belə şeylər gizli qalmır, səbəb açıqlanır. Yəni bax belə bir dönəmə qədəm qoyuruq. Yəni planetar quruluş artıq dəyişir və qaynar olayların, informasiya ilə dolu olayların şahidi olacaq. Ayrı-ayrı zodiak işarələrinin proqnozlarını da sizə təqdim edirəm. Görək bu 19-25 may arası nələr gözlənilir. Qoç bürcü. Məlumunuz olduğu kimi ilin bu vaxtları ümumi ovqatınızda həmişə xoş hadisələr baş verir. Odur ki, qarşınıza qoyduğunuz vacib işlərin çoxsuna yetişə bilərsiniz. Xüsusən də yeni iş qurmaq istiqamətində. Bununla yanaşı, istər qarşılıqlı münasibətlərdə, istər ailə sevgi münasibətlərində, istərsə də maliyyə məsələlərində uğurlarınız artmalıdır. Boğa bürcü. Kifayət qədər maraqlı bir həftə yaşayacaqsınız. Yeni insanlarla ünsiyyət, tanışlıq və perspektivli sövdələşmələr gələcəyə nikbin baxmağınıza səbəb olacaq. Vilayətlərdə yaşayan doğmalarınızla mümkün qədər əlaqə saxlayın. İş və maddi durum yol versə, ayın 20-sində və ya 23-də səfərə çıxmaq da olar. Daşınmaz əmlak alıq-satqısı üçün də uğurlu vaxtdır. Əkizlər bürcü, girişdə də dediyim kimi, sizin bürcü artıq başlayır. 21-dən deyək, çünki 20-si gecə 22:42-də başlayır. Deməli, siz bu dövrdə hamıdan şanslı, güclü və enerjili olacaqsınız. Qalır onu işlətmə qabiliyyətinizi necə istifadə eləmək. Deməli, bu arada bir çox işgüzar sövdələşmələrdə bəxtinizin gətirəcəyi də göstərilməkdədir. Amma ilk günlərdə, həftənin ilk günlərində, yəni 19 və 20-sində mübahisələrdən uzaqlaşmalısınız. Uzaq səfərlərdə mümkün qədər təxirə salın, çünki görüləcək işləriniz çoxdur, səfərlər buna mane ola bilər. Xərçəng bürcü. Maraqlı səfərlər, qonaqlıqlar və tanışlıqlar yolunuzu gözləyir. Bu kimi olaylar perspektivlərinizə xidmət etdiyi təqdirdə fəaliyyətə də müəyyən qədər fasilə vermək olar. Ayın 23-də daxili gərginlikdən qurtulmaq üçün mütləq mübarək adamların, müqəddəs ziyarətgahların qonağı olmalısınız. İnsanlara etibarsızlıq planlarınızın reallaşmasında, yəni insanlara etibarsızlıq eləməyin və planlarınızın reallaşmasında mənasız yerə risk eləməyin. Şir bürcü. Pulla bağlı problemləri nəzərə almasaq, bu aralıqda hansısa çətinliyiniz olmayacaq. Bir qədər qənaətçil olun. Mayın 22-sindən etibarən bəzi kəm-kəsir işləriniz də qaydasına düşməlidir. Amma astroloji göstəricilər arabir sevgi ünvanına da baş vurmağınızı tövsiyə edir. Nəzərə alın ki, hazırda təkan verici yaxud da daha çox enerji aldığınız amil məhəbbətdir. Qız bürcü. Həftənin elə ilk günündən başlayaraq şəxsi işlərinizdə əsaslı dönüşün baş qaldıracağını bildirən göy qübbəsi ölçülü biçili addımlar atmağınızı tələb edir. Yaxın adamlarla, qohum-qonşularla münasibətləri tənzimləməyə çalışın. Mayın 22-sində şəxsi büdcənizdə artım gözlənilir. Amma yeni işlərə pul qoymaq, kimlərəsə ciddi məbləğdə borc vermək sizin işiniz deyil. Tərəzi bürcü. Təəssüflər olsun ki, ötən həftədə mövcud olan maliyyə çətinliyiniz bu ərəfədə də davam edə bilər. Odur ki, çıxılmaz vəziyyətə düşməmək üçün müəyyən qədər borc götürmək olar. Ulduzlar ünsiyyətdə olduğunuz insanların bədxahlığına neytral yanaşmağınızın əleyhinədir. Çünki uğursuzluqlarınızın əksəriyyəti, necə deyərlər, cəsarətsizliyinizdən irəli gəlir. Buna baxmayaraq, mayın 19-da və 24-də ulduzlar sizə bir neçə şans verəcək. Əqrəb bürcü.
proqnozunuzu hazırlayarkən istifadə etdiyimiz bütün mənbələr daha çox enerjinizi artırmağı, immunitetinizi gücləndirməyi, ümumiyyətlə səhhətinizə fikir verməyi məsləhət görür. Bunu bacarsanız hər hansı bir narahatçılıqla rastlaşmayacaqsınız. Fəaliyyət dairənizi genişləndirmək üçün qarşınıza çıxan bütün şanslardan istifadə edin. Ayın 22-sində varlanma ehtimalınız olduğu üçün bütün mümkün variantlardan yararlanın. Oxatan bürcü. Girişdə dediyim kimi planetlərin yer dəyişməsi daha çox sizin enerjinizə, səhhətinizə təsir göstərə bilər. Bu səbəbdən də hər addımda özünüzə diqqət yetirməli, riskli sövdələşmələrdən, uzaq səfərlərdən uzaq düşməlisiniz. Yəni onları təxirə salmalısınız. Lakin ayın 22-sindən etibarən çox şaxəli uğurlar sizi müşayiət edəcək. Xüsusən də yeni iş və maliyyə sahəsində böyük irəliləyişlərin şahidi olacaqsınız. Ailə sevgi münasibətlərində isə yol verdiyiniz səhvləri düzəltməyə çalışın. Oğlaq bürcü. İxtiyarınızda olan bu isti həftə sizin üçün müəyyən mənada gərginliklə müşahidə oluna bilər. Bu daha çox fəaliyyət zəminində baş verə bilər. Yəni digər münasibətlərdə, ailədə, qohumluqda, ictimai məsələlərdə yox, işdə daha çox gözlənilir. Astroloqun da kömək ondan ibarət ki, öncədən deyir ki, tədbirli olasınız, bu şeylər baş verməsin. Planetlərin yer dəyişməsi ərəfəsində bayaq dedim 20-22 may aralığı deyək, sağlıq durumunuza diqqəti xüsusi artırın. Ulduzlar ayın 24-də mübarək yerlərə baş çəkməyinizi, mənəvi cəhətdən, ruhsal cəhətdən güclənməyinizi tövsiyə edir. Su tökən bürcü. Hər mənada düşərli həftə demək olar. Çünki nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirə biləcəksiniz. Üstəlik, maliyyə çətinlikləriniz də aradan qalxacaq. Üzərinizə düşən başlıca vəzifə mövqelərinizi qətiləşdirmək, tərəfdaşlarınızı sınamaq və yeni layihələri reallaşdırmaq üçün sövdələşmələr aparmaqdır. Fəaliyyətinizə mane olan, yaxud da onu uzadan, yubadan, ləngidən vərdişlərdən uzaq olun. Balıqlar bürcü. Bu həftə əsas vaxtınızı səhhətinizə yönəltməlisiniz. Çox güman ki, neçə aydan bəri gərilən əsəbləriniz özünü biraz da qabardacaq. Odur ki, müalicəyə başlamağa dəyər. Yaxud da dincəlməyə şərt dərhal həkimin yanına getməkdən getmir söhbət. Yəni, sakitləşdirməlisiniz özünüzü. Planetlərin yer dəyişməsini nəzərə alıb bu amili sürətləndirmək də olar. Çalışın ki, müayinə zamanı əgər müalicə götürsəz, dava dərmandan daha çox xalq təbabətindən istifadə edəsiniz. Ayın 21-i qızıl gündür sizin üçün. Maraqlı təkliflər alacaqsınız. Bu sıradan təkliflər deyil, həyatınızı dəyişə bilən, uzun müddət sizə yardımcı olan, maliyyə və nüfuz baxımından kömək olan təkliflər olacaq bu təkliflər. Belə, məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.